Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Qul əuzu bi rabbil fəlaq. De, mən sığınıram, pənah aparıram, səhəri açan, parçalayan Rəbbə. Min şərri ma xələq. O şeylərin şərrindən ki, ma xələq, yaradılıbdır. Və min şərri qasiqin iza vəqəb. Və hər mövcud, hər varlıq ki, gecə vaxtı daxil olur, onun şərrindən də pənah aparıram Allaha. Və min şərri nəffasati fil uqad. Və bütün düyünə üfrənlərin şərrindən Allaha pənah aparıram. Və min şərri hasidin iza həsəd. Və bütün paxıllıq, həsəd eləyənlərin həsədindən Allaha pənah aparıram. Və birinci Allah burada qul əuzu bi rabbil fələqdən olaraq başladı. Bütün fələqin burada bir məna eləyək ki, fələq nə anlama gəlir? Əslində fələq bir şeyin, belə deyək, parçalayıb çıxmasına deyilir. Və səhər də açılır, yəni gecə parçalanır və içərisindən səhər çıxır. Bu mənada, bu anlama gəlir fələq. Ümumiyyətlə, fələq yeni doğuluşlara da deyilir. Hər bir varlığın yeni doğuluşu, istər bitki olsun, istər məsələn insan olsun, istər digər varlıqlar olsun. Və bunun təsdiqi olaraq Ən'am surəsinin 95-ci ayəsində Allah Teala buyurur: İnnallaha faliqul habbi ven nevah yuxricul hayyə minəl məyyit və muxricul məyyitə minəl hayy. Ki, həqiqətən Allah faliqul habbi ven nevah. Həqiqətən Allah dənəni və belə deyək, toxumu, bitki içərisində olan o toxumdur, dənədir, bastırırlar torpağa. Onu faliq, həmən fələq sözündəndir, parçalayanı və çıxardanıdır. Məsələn, misal olaraq bir dənə lobyanı gözümüzün qabağına gətirək və bəzi vaxt internetlərdə o videolar qoyulur ki, məsələn, 5 gün ərzində, 7 gün ərzində məsələn, bir bitki nə cür inkişaf eləyir, çıxır. O bitki, o dənə ki, basırılır torpağa, onun inkişafı torpağı yarıb çıxmasına həmən o fələq adlanır. Və ümumiyyətlə, belə baxdıqda sübhün oyanışı, bütün varlıqların doğuluşu və hər bir varlığın yaradılışı, bunlar hamısı fəlaq məna olunur və heç bir problem yaranmır. Və biz nəyə görə pənah aparaq? Min şərri ma xələq. Bütün yaradılan hər bir şeyin şərrindən. Burada bir sual qarşıya çıxır ki, Allah yaratdığı şeylər, yəni şərmi, şərdilərmi? Xeyr, təbii ki, Allah yaratdığı şeylər zaten şər üçün yaratmayıbdır. Məsələn, Quranda özü də buyurur, Əlləzi əhsənə kullə şeyin xələqəhu. Allah o Allahdır ki, hər bir şeyi əhsən və gözəl şəkildə yaratdı. Amma məqsəd nədir? Məsələn, belə bir təsəvvür eləyək, döyüş, cihad üçün silah qurulur, düzəlir və bu silah əgər döyüş üçün, vətən qorumaq üçün, insan özünü qorumaq üçün istifadə eləyirsə gözəldir. Amma birdən bir nəfər götürür, bir nəfəri belə deyək, qətlə yetirir, öldürür, təbii ki, bu haramdır. Amma silahın əslində belə deyək, qurulması, düzəlməsi və ixtirası əslində nə üçündür? Nəfsi müdafiə üçündür, vətən müdafiəsi üçündür və s. ilaxır. Amma bundan pis istifadə olur şər. Və məqsəd bu cür kimi şeylərdir ki, bu xırda misalı ki vurdum. Yaradılan bəzi məsələlər var ki, qarşıya çıxır. İnsan düz istifadə eləməyəndə olur şər. O şərlərdən pənah aparmaq məqsəd odur. Və min şərri qasiqin iza vəqəb. 3-cü ayədə buyurur ki, və pənah aparıram bütün
qasiqin şərrindən. İza vəqab, o zaman ki, daxil ola. Burada qasiqdən məqsəd nədir? Gecənin zülməti qaranlığından söhbət gedir. Burada nə olaraq misal vurur? Bir də nəticə olaraq bunu deyim ki, qasiq bu ayədə həm də hücum eləyən şəxsdən də söhbət gedir. Yəni qaranlıqda, o şiddətli qaranlıqda insana istər insandan, istər heyvanatdan, istər məsələn əcinnədən və başqa bir şeylərdən daha çox hücum olur. İnsan gecə daha çox hücuma məruz qalır. Adi məsələn, əksər oğurluqlar nə zaman baş verir? Gecə zamanı baş verir ki, xəlvət olsun. Və qasiq burada bu anlama gəlir ki, hər bir gecə hücum eləyənin şərrindən pənah aparıram. İza vəqəb, vəqəbin də mənası quyu deməkdir və bir su quyusu deyil, bir qazıntı, bir qudal bu mənaya gəlir ki, insanlar ümumiyyətlə gecə vaxtı öz məqsədlərinə daxil olmaq üçün gecədən istifadə edirlər. Və bu da bu mənaya gəlir ki, və min şərri qasiqin iza vəqəb, və mən pənah aparıram gecə hücum eləyənin şərrindən iza vəqəb, yəni o zaman ki, artıq gecə daxil olur. Gecə zamanı pənah aparıram. Və 4-cü ayə olaraq buyurur və min şərrin nəffasati fil uqad. Burada bayaq tərcümədə də qeyd etdim. Burada nəffasatdan məqsəd budur ki, və belə deyək, bu bizim cəmiyyətdə də var və qədimdə də var imiş ki, Allah bu təbirdən istifadə eləyir. Bu bəzi düyüncülər olur, bəzi bu xorafi adətlər var, güya ki, məsələn, dil bağlama, ağız bağlama. Bu təbir insanın zehnini bir mənada sehrə, caduya yaxınlaşdırmaq üçündür ki, o düyünə üfürənlərin şərrindən. Çünki bütün işləri o görür və onlar görür o kimi adamlar. Cəmaət onların yanına müraciət edir və onların da şərrindən səni pənah aparmağa tövsiyə edirəm. Burada nəffəsat hansı mənadadır? Burada nəffəsat əslində insan öz ağız suyunu, bu tüpürməyi, atmağı ki, bu bir növ elə bil üfürmək kimi çıxır. Əslində nəfəsə, o sözlərdə insan ağız suyunu atmaq, üzr istəyirəm, bir üfürmək bir hərəkəti var deyin. O cəhətdən bu kəlmə işlənibdir. Və bir mənada deyirlər, nəffasat bu sehr eləyən qadınlara aiddir, cadügər qadınlara aiddir. Çünki Allah bu təbiri işlədib, nəffasat əlif, tayla ərəb qrammatikasında cəm bağlanır, qadınlara aiddir. Sahirə, sehr eləyən qadınlara aiddir. Niyə? Deyir, çünki qadın tez vəsvəsə eləyər kişini. Qadın hətta ərini tez vəsvəsə eləməyi başarır. Və sonra deyir ki, izahında hətta məsələn böyük hökumətlər, böyük məlumatları əldə eləmək üçün casus olaraq məsələn qadından istifadə edirlər. Qadın qarşısındakı şəxsi tez vəsvəsə elədiyinə görə, ona görə Allah Teala nəffasat, yəni sehri qadın, yəni nəinki qadın cadügər olar, o mənada yox. Yəni tez qarşı tərəfi ələ aldığına görə, ona görə nəffasat onları haqqında da məna olunur. Digər mənası ki, nəffasat haqqında deyilir, böyük siyasətçilər, casuslar qeyd etdiyim kimi qadınlardan istifadə eləyirlər. O, məsələn, müxtəlif sir sandıqları, belə deyək, qəlblərdə olan sirlərdən, gizli sirlərdən agah olmaq üçün onlardan istifadə olunur. Və nəffasatın digər mənası da budur ki, şər nəfslər, vəsvəsəgər insanlar cəmaata aiddir. Şər nəfslər, vəsvəsəgər insanlar.
Və bu mənaların, yəni bu mənaların hamısını burada nəzərə almaq mümkündür. Və axırıncı ayə olaraq buyurur ki, və min şərri hasidin iza həsəd, və hər bir hasid, yəni paxıllıq eləyənin şərrindən pənah aparıram, o zaman ki o paxıllıq eləyir.